Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 200 nömrəli marşrutun son dayanacağından 200 metr məsafədə, yəni yola yaxın ərazidə 4 otaqlı, gözəl təmirli bir gözəl həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Ev hardasa 1.8 sotun içində inşa olunub. Həyəti hardasa 70-80 kvadrat həyətidir. Ev kürsülü 7 daş kürsüdə inşa olunub. Satış üçün də tikilsə də, hörmətli izləyicilər, ev tam standartlara uyğun inşa olunub. Evin fundamenti, kəmərləri vırılıb, yəni istədiyiniz vaxt gəlib yoxlatdıra bilərsiniz. Evin yan tərəfinə keçmək mümkündür. Ev hal-hazırda təmirli evdir. Keçən də evin içi ilə tanış olaq. Sənədi, bələdiyyə sənədidir. Bax, girən kimi geniş dəhlizlə qarşılaşırıq, hörmətli izləyicilər. Haradasa dəhlizin evi 1.80 dolar. Genişli dəhlizi bunu nəzərinizə çatdırım. Açıq aboylardan istifadə olub, hündürlük 3 metr rahat var. Gördüyünüz kimi, sol tərəfdə burada mətbəxdir. Mətbəxi haradasa 3 metrin 5 metr rahat olar. 15 kvadrat mətbəxidir. Pəncərələri genişdir, işıqlıdır, havalıdır. Yəni bunu nəzərinizə çatdırım ki, hörmətli izləyicilər, yəni hər şey qaydasındadır. Ev də ideal təmir olunub, ev oturulmuş bir evdir. Qonaq otağı haradasa 4-7 metri, 30 kvadrata yaxın qonaq otağıdır. Ev həqiqətən çox səliqəli, səhmanlı bir evdir, hörmətli izləyicilər. Bura qonaq otağıdır, ağ qapılardan istifadə olunub, gördüyünüz kimi də, yəni açıq aboylardan istifadə olunub. Bura bir uşaq otağıdır, 10-12 kvadrat olar, təxmini ölçülər deyiləm, hörmətli izləyicilər, az fərq eləyək. Pəncərəsindən tam rahat işıq düşür, gördüyünüz kimi. Dəhlizin son tərəfində, sağ tərəfdə bura sanuzel hissəsidir. Sanuzel də gördüyünüz kimi təmir vəziyyətdədir. Yuxarılar asma tavanla yığılıb. Ev kurqavoy, qoşadaşlı, kəmərləri vırılıb. Tam standartlara uyğundur. Otaqları da genişdir. 14-15 kvadrat buradadır. Bax, buradan da haradasa 80 sant, 1 metrə yaxın məsafəsi var, hörmətli izləyicilər, öz ərazisidir. Yəni, arxa tərəf bu evə aiddir. Yəni, bunu da nəzərinizə çatdırın. Bəyaqları qeyd eləmişdim, evin yan tərəfindən arxasından keçmək mümkündür. Burada bir balaca, ondan böyüdür, 15-16 kvadrata yaxındır. Buranın da tam rahat evin içindən, evin içinə pəncərəsindən tam rahat evin içinə işıq düşür. Gördüyünüz kimi, hörmətli izləyicilər, evin təmiri qaydasındadır, təzə evdir, gül kimi evdir. Yəni, evin hündürlüyü 7-8 daş kürsüdə inşa olunub. 4 otaqlıdır, geniş otaqlıdır, sənədi bələdiyyədir. Arxiv sənədinin zadının hamısı sizin nəzərinizə çatdırım ki, var, arxiv araşı var. Kimlərsə də evini satmaq istəyirsə 055-389-3808 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Ses Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxması, hörmətli izləyicilər. Evin qiyməti, start qiyməti 115 mindir. Sənədi bələdiyyə sənədi ilə arxiv araşı ilə sizə təqdim olunacaq. 115 min start qiymət. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz, hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alan da xeyir versin.